Bu dəfə də dadına doyum olmayan, ağızda əriyən, çox amma çox dadlı cheesecake hazırladım. Mütləq yaddaşa verin ki, siz də hazırlayın. Keçəyin hazırlanma qaydasına. Bizə lazımdır krem pendir, şəkər pudrası, vanil və ağ şokolad. Əlavə edib mikser vasitəsilə 10-15 dəqiqə qarışdırırıq. İstifadə etdiyim ərzaqların qədərlərini postun altında qeyd edəcəm. Və bizə lazımdır peçeniya. Siz hər hansı bir sevdiyiniz peçeniya varsa istifadə edə bilərsiniz. Üzərinə kərə yağı əlavə edib qarışdırırıq. Qarışdırdıqdan sonra hazırlayacağımız qəlbin içərisinə yağlı kağız əlavə edib və içərisinə əlavə edib gördüyünüz kimi yayırıq. Tam yaydıqdan sonra içərisinə zövqə görə meyvə əlavə edirik. Meyvə bol olsa daha yaxşı olar. Meyvələri əlavə elədikdən sonra içliyini də əlavə edib yayırıq. Gördüyünüz kimi bu formada yaydıqdan sonra üzərinə şokolad qanajını əlavə edib və bir gün soyuducuda mütləq saxlayırıq. Mən soyuducuda saxlamadan sizə kəsdim ki, görsədim. Amma məsləhətdir ki, bir gün və ya 4-5 saat soyuducuda saxlayasınız. Əminəm ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Ağızda əriyən, dadına isə doyum olmayan. Mütləq hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.